Salam uşaqlar, bugün 20 sınaq sizinlə işləyək. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Üzr sayın, boğazım ağrıyır hələ də. Öskürək imkan vermir. İnanırsınız, bax bu dinləməni bəlkə də 3-cü dəfə sizin üçün yazdıram ki, çünki öskürək tutur və siz eşidə bilməzsiniz də. Gəlin indi dinləyək. Прослушайте текст и выполните задание с 1 по 6. Компьютеры появились в жизни людей не так давно. В середине 20 века простые люди еще не имели понятия о них. Но уже в 1951 году был создан первый коммерчески доступный компьютер. В 1975 году появились персональные компьютеры. В наши дни трудно представить жизнь без компьютеров. Сфера их применения очень широка. Большинство промышленных предприятий и офисов оснащено компьютерами для вычислений и работы с документацией. Сложные хирургические операции сегодня выполняются благодаря компьютерным технологиям. Эти технологии также внедрены в современном образовании. Ими пользуются как школьники, студенты, так и учителя школ и преподаватели вузов. Школьники и студенты используют компьютеры для многих целей. Выполняют школьные задания, читают книги, находят интересную информацию в интернете. Они также играют в глобальные сети, в компьютерные игры, смотрят фильмы, слушают музыку, посещают разные новостные и познавательные сайты. Сравнительно новая область применения компьютеров – общение онлайн. Приложения Skype и WhatsApp позволяют в режиме реального времени общаться с людьми, которые находятся очень далеко. Tak, uşaqlar, deməli, indi mən bu mətni tərcümə edim, ondan sonra da həmişəki kimi suallara keçərik. Deməli, deyir ki, kompüter insanların həyatına təzəlikcən, belə deyək də, girib insanların həyatına. 20-ci əsrin ortalarında adi insanlar hələ onlar deməli kompüter haqqında məlumatı deyildilər. Lakin 51-ci ildə ilk kommersiya məqsədli kompüter yaradıldı. 75-ci ildə isə fərdi kompüter meydana çıxdı. Müasir dövrdə deməli kompütersiz həyatı təsəvvür etmək çətindir. Onların tətbiq sahəsi çox genişdir. Əsər sənaye müəssisələri və ofislər hesablamalar aparmaq və sənədlərlə işləmək üçün kompüter deməli lazımdır. Bugün mürəkkəb cərrahi əməliyyatlar kompüter texnologiyaları sayəsində həyata keçirilir. Bu texnologiyalar həm də müasir təhsildə deməli tətbiq olunur. Onlardan həm şagirdlər və deməli tələbələr, həm də müəllimlər də universitetdən belə deyək də istifadə edirlər. Şagirdlər və tələbələr kompüterlərdən bir çox məsələlər üçün istifadə edirlər. Məsələn, məktəb tapşırıqlarını yerinə yetirir, kitab oxuyur, internetdə maraqlı məlumatlar tapır. Onlar həmçində qlobal şəbəkədə kompüter oyunları oynayır, filmlə baxır, musiqilə dinləyirlər, müxtəlif xəbər və maarifləndirici saytları ziyarət edirlər, baxırlar. Kompüterlərin nisbətən yeni tətbiq sahələrindən biri də onlayn ünsiyyətdir. Skype və WhatsApp kimi tətbiqlər insanlara çox uzaqda olsalar belə real vaxt rejimində ünsiyyət qurmağa imkan verir. Belə uşaqlar. Və indi gəlin həmişə kimi keçək birinci suala və əsas ideya nədir? Əsas ideya söhbət nədən getdi uşaqlar? Əlbəttə ki, müasir həyatda kompütersiz təsəvvür etmək mümkün deyil. Düzdürmü? Современную жизнь невозможно представить без компьютеров. Дальше. Определите неверное утверждение по тексту. Mətnə uyğun olmayan. Gəlin baxaq. Deməli, благодаря компьютерным технологиям выполняются сложные хирургические операции. Deməli, kompüter texnologiyası sayəsində mürəkkəb cərrahi məsələn əməliyyatlar həyata keçirilir, düzdür.
Глобальной сети можно смотреть фильмы и слушать muzika. Əlbəttə ki, global şəbəkədə film izləmək, musiqi dinləmək olar. Дальше. Персональные компьютеры появились в 1975 году. Deyir. Персональный компьютер. Так, deməli, персональные компьютеры появились в 1975 году. Uşaqlar, mən özüm pauzaya qoyuram ki, çünki öskürək tutur deyə, ona görə də üzr sayın. O şəkildə paylaşacağım, çünki öskürək tutanda da danışa bilmirəm. Персональные компьютеры появились в 1975 году. Düzdür. Yani 75-ci ildə. Простые люди уже в середине 20 века имели понятие о компьютерах. Yox, deyir ki, adi insanlar artıq 20-ci əsrin ortalarında kompüter haqqında belə deyək də bilirdilər. Yox, bilmirdilər hələ. Ona görə də D variantıdır. Определите верный ответ на вопрос, что есть на большинстве промышленных предприятий и в офисах. Yəni deyir ki, əksər sənaye müəssisələrində və ofislərdə nələr rast gəlmək olar? Sual verilir və əlbəttə ki, biz də bilirik ki, hesablamalar və sənədləri işləmək üçün kompüterlər, правильно? Kompüteri для вычисления и работы с документацией deyə biz C variantını burada seçirik. Dəlşə, dördüncü. Так, dördüncü sualımız. Dördüncü sualımızda дополните предложение словами из текста. Школьники, студенты в интернете посещают различные, yəni deyir ki, məktəblər və tələbələr internetdə müxtəlif web saytlarda daxil olurlar və на какие сайты, da, yəni internetdə nəyi, belə deyək də, hara daxil olurlar deyə əlbəttə ki, yazaq ki, новостные xəbərlər ya da maarifləndirici saytlara da bu şəkildə yazmalıyıq. Так, школьники, студенты в интернете посещают различные новостные и познавательные сайты. Познавательные сайты. Так, напишите ответ на вопрос, что было создано в 1951 году. 51-ci ildə nə yaradılıbdır? Əlbəttə ki, birinci kommersiялıq, deməli, kompüter. Первый коммерчески доступный компьютер. Первый коммерчески. Так. Коммерчески доступный компьютер. Доступный компьютер. Так, дальше. Напишите одно прилагательное из текста, которое характеризует слово информация. Информация, yani maraqlı информация, интересная информация. Так, 7-də в каком слове букв меньше? Hərf azdır, səsə baxanda, əlbəttə ki, burada яслиdə. Так, со словом холодный употребляется soyuq deyiriksə, biz əlbəttə ki, deyirik soyuq şirə və soyuq külək. Так, укажите слова с отрицательным, birinci mənfi, sonra положительный, sonra da müsbət. Так, вредный, zərərli və роскошный, dəbdəbəli. Deməli, C. Какое слово объяснено неверно? Астрономия, наука Вселенной, правильная иллюзия, обман, чувство, что кажется. Зодчество, искусство создавать компьютерные программы değil. Zodчество вообще mimarlıq deməkdir, bir sözlə desək. Так, deməli C variantıdır. 11-də антоним değil, оригинал, подлинник. B'dir. В каком слове пишется мягкий знак? Uşaqlar, görsünüzmü, hamısında şipiyaşi hərflərimiz var da, samitlərimiz var. Hansıdır? Bax, yadımıza salaq ki, ş, j, ç və ş. Bax, bu şipiyaşi, xışıltılı bizim samitlərimizdir. Bax, bunu nə yadımızda saxlayırıq? Женский rodda olan isimlər sonluqları ş, j, ç, ş ilə bitirsə, biz, bəli, burada məhki znakla yazırıq. Amma kişi cinsində bu hərflərdən sonra biz məhki znakı yazmırıq.
Endi baxın. Nож, moy nож kishi jinsidadir, yazmırıq. Moy garaj kishi jinsidadir, yazmırıq. Sonra moy vrach kishi jinsida yazmırıq. Kirpич, moy kirpич, мужской род. Ama помощь, моя помощь. Burada уже biz мягкий знак yazırıq. В каком слове пишется мягкий знак? Deməli, E variantı düzdür. Он с интересом решает что? Burada винительный падежdir. Он что решает? Каждый новый кроссворд. E variantıdır. Так, дальше. Определите верный ответ. Burada da sonluqları olmalıdır. Умение говорить на иностранном, на каком языке? На иностранном языке открывает перед нами открывает перед нами что? Возможности. Возможности какие? Большие. Bu şekilde işleyirik. Так, дальше. 15. На вопросы как, откуда, куда? Necə, hardan, hara? Və deməli sözləri tapmalıyıq. Gəlin baxaq. Так, как? Отлично. Откуда? Отсюда. И куда? Вперед. Deməli E variantıdır. Düzdürmü? Так. Определите верно это. Убрать со стола. Отойти от окна, лететь над городом и идти по улице. Deməli, onda 16-da bizdə E variantıdır. Дальше. Мы гуляли в парке, когда пошел дождь. Так. Когда пошел дождь. Sonra. Так, поэтому мы решили вернуться домой, хотя нам очень хотелось погулять. Дождь становился все сильнее, поэтому мы зашли в кафе, чтобы не промокнуть. Так, 18. 18. Дополните предложение, да? Burada da deməli uşaqlar tamamlamalıyıq. В наши дни люди используют компьютеры, сотовые телефоны. İndiki vaxtda insanlar kompüterdən, mobil telefonlardan və tamamlamalıyıq da. Burada məntiqli olaraq hansı cümlə gələcək? Deməli, так. В наши дни люди используют компьютеры, сотовые телефоны, которые были изобретены сравнительно недавно, да, nisbətən yaxınlarda icat edilmişdi, belə deyək. Так, составьте предложение. Gəlin baxaq buna da. Так, мы так, с другом играем в новую компьютерную игру. Так, мы с другом вместе играем в новую компьютерную игру. Так, deməli C variantı da будет. 19'da C'dir. 20'də составьте текст. Burada da cümlə qurmalı, cümlə yox, mətn. Sayın. Так, deməli, burada nə yazılıbdır? Gəlin baxaq. Его изобрел англичанин Александр Грэхэм Белл. İngilis Alexander deməli Graham Bell tərəfindən icad edilmişdir. И мы уже не можем представить свою жизнь без телефонов. Artıq həyatımızı telefonsuz təsəvvür edə bilmərik. Telefon изобрели и запатентовали в 1876 году. Telefonu 1876 ildə icad edilmiş və patentləşdirib də belə deyək. В наши дни телефон есть во многих офисах и домах. İndiki vaxtda bir çox ofisdə və evlərdə telefon var. İndi bundan biz mətn quraşdırmalıyıq. Telefon изобрели и запатентовали в 1876 году. Его изобрел англичанин Александр Грэхэм Белл. В наши дни телефон есть во многих офисах и домах. И мы уже не можем представить свою жизнь без телефонов. Deməli, onda 20'də B variantı uyğundur. Так, здесь тоже sual verilibdir və ona deməli düzgün cavab olaraq cavab verməliyik. Ты пойдешь завтра на фестиваль народного искусства?
Sabah Xalq Sənət Festivalına gedəcəksənmi deyə soruşur və əlbəttə ki, biz ona uyğun deməli cavab verməli. Bəli, Sabah Xalq Sənət Festivalına gedəcəm də bu şəkildə. Da, я пойду завтра на фестиваль народного искусства. Yəni C variantı burada ən uyğunudur. Так. Так, дальше 22-də. Burada da презентация нового проекта состоит в 10 часов утра. Deməli, burada da məntiqlə də burada cavab verməliyik ki, yəni yeni презентация нового проекта состоится в 10 часов утра. Yəni yeni layihənin təqdimatı səhər saat 10-da keçiriləcək. Və əlbəttə ki, ən uyğun olan hansıdır? Я пойду на презентацию нового проекта утром. Səhər yeni layihənin təqdimatına gedəcəm. Səhər. Çünki burada yazılıbdır. Çünki məsələn burada anı götürsək, вы пойдете на презентацию нового проекта к вечеру. Axşam. Amma burada утром deyə yazılıb. Он пойдет на презентацию нового проекта вечером. Görürsən? Burada da они пойдут на презентацию нового проекта днем. Günüz gedəcək, amma bu səhər olacaq. Здесь после обеда. Obeddən sonra, amma burada utrам. Düz Y variantıdır. Belə. Və indi gəlin mətni oxuyum. Ondan sonra da keçək suallarına. В последнее время увеличивается число пользователей компьютера во всем mire. Son zamanlar dünyada kompüter istifadəçilərin deməli sayı artmaqdadır. Расширяется также сфера применения интернета və internet istifadə də genişlənir. Все большее количество людей начинают пользоваться электронными книгами. Getdikcə daha çox insan elektron kitablardan da istifadə edirlər. Особое место среди электронных библиотек занимают библиотеки, в которых хранятся книги на научные и образовательные темы. Və deyir ki, elektron kitabxanalar arasında elmi və təhsil mövzularında kitablar saxlayan kitabxanalar xüsusi yer tutur. Школьники и студенты могут пользоваться этими книгами, когда занимаются дома. Və məktəblər və tələbələr evdə təhsil alarkən bu kitablardan istifadə edə bilirlər. Книги в электронных библиотеках хранятся в двух форматах. Rəqəmsal kitabxanalardakı kitablar iki formada saxlanılır. Первый формат предназначен для чтения книг онлайн. Birinci formatda isə onlar deməli onlayn oxumaq üçündür. Второй формат для скачивания их на компьютер читателя. İkinci format isə onları deməli oxucunun kompüterinə yükləmək üçündür. Можно также скачать текстовый файл или веб-страницу. Və deyir ki, həmçinin mətn faylı və ya web səhifəni də yükləyə bilərsiniz. Сегодня часто число пользователей традиционных офлайновых библиотек уменьшается. Bugün ənənəvi offline kitablarının istifadəçiləri sayı azalır. Поэтому во многих странах начали создавать цифровые библиотеки, в которых хранятся электронные версии книг из библиотечного фонда. Deyir ki, buna görə də bir çox ölkələr kitabxanada kolleksiyasında kitablarını elektron versiyalar saxlayan rəqəmsal kitabxanalar yaratmağa başlayıblar. Такие библиотеки помогут людям быстрее найти нужную информацию, прочитать интересные literatурные произведения. Belə kitabxanalar insanların ehtiyac duyduqları məlumatları daha tez tapmalarını və maraqlı, belə deyək, ədəbi əsərləri oxumalarına kömək edəcək. В декабре 2004 года началась реализация библиотечного проекта Google Print. Deməli, dekabrın 2024-cü ilin dekabrında, yəni dekabr ayında Google Print kitabxana layihəsi başladı. В ноябре 2005 года его название поменяли на поиск книг Google. 2005-ci ildə noyabr ayında adı deməli poisk knigdə, yəni kitab axtarışı, Google kitab axtarışı deyə adını dəyişdilər. В рамках этой программы подписали соглашение с библиотеками Гарварда, Стэнфорда, Оксфорда, а также с Нью-Йоркской публичной библиотекой. Və deyir ki, bu proqramın bir hissəsi, deməli, Stanford, Oxford, Harvard, New York ictimai kitabxanası ilə müqavilə imzalandı.
Дальше. Было принято решение сканировать книги из собраний библиотек, чтобы сделать их с помощью поиска в Google доступным pользователям во всем mire. Ve onu kitapxanaların kolleksiyasındaki kitapları skan ederek onları Google vasıtasıyla belə deyək də, istifadədə təqdim etmək qərar verildi. Tak. Deməli 23-cü sualımız burada əsas ideya. Uşaqlar, əsas ideya burada nədir? Söhbət nədən getdi burada? Əlbəttə ki, burada söhbət rəqəmsal kitabxanadan getdi. Düzdürmü? Yani цифровые библиотеки создают для того, чтобы можно было быстрее найти нужную информацию. Yani bu kitabxanalarda, rəqəmsal kitabxanada lazım olan məlumatları daha tez tapmağa mümkün etmək üçün yaradılıbdır. Дальше 24'te. Какое утверждение не соответствует содержанию текста? Mətnə uyğun değil. Так. Во всем мире с каждым днем увеличивается число пользователей компьютеров. Düzdür. Второй формат книг в электронной библиотеке используется для скачивания на компьютере читателя. Düzdür. Библиотечный проект поиск книг Google был создан в 2004. Не 2004, а 2005. Так. Baxırsanız 2004'te yazılıb ki Google Print adıydı. 2005'te de уже поиск книг Google diye adlanır. Ona göre de biz C variantını götürürük. Burada uygun değil. 25. Дополните предложение информации из текста. Мətndən tamamlamalı. В цифровых библиотеках, которые созданы в последнее время в разных странах, хранятся электронные версии книг из библиотечного фонда. 26. Определите правильный ответ на вопрос. Почему число пользователей офлайновых библиотек сейчас уменьшается? Burada belə bir sual verir ki, deyir ki, nəyə görə deməli offline kitabxana istifadəçilər sayı niyə azalır deyə bu şəkildə. Əlbəttə ki, burada çünkü getdikcə daha çox insan elektron kitabxanalara üst tutur. Düzdürmü? Ona görə də потому что электронным книгам начинает пользоваться все больше количество людей. Е вариантыdır. Дальше, 27. Дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. Heç olmasa 2 sözü değişmeli. В рамках программы поиск книг Google был подписан. Deməli, burada neçə proqram Google proqramı neçə deməli belə deyək də müqavilə bağlayıb, kimlərlə bağlayıb da, yəni Harvard Universitetdən Stanford və bunu hamısını bir-bir yazmadan, yəni yazaq ki, в рамках программы поиск книг Google был подписан договор с различными библиотеками. Мюхталиф. С различными библиотеками. Yani hamsın bir yazmadan. Дальше ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. Пользуетесь ли вы электронными библиотеками diye burada sual verilib. Elektron kitabxanalardan istifadə edirsinizmi diye sual verilibdir. Və gəlin baxaq. Так, burada Dimin öz cavabına baxaq. Nə yazıbdı? Да, я пользуюсь электронными библиотеками. В них есть нужные мне электронные книги. При подготовке презентации я также использую справочные материалы из этих библиотек. Və, так, videonu dayandırıb da yaza bilərsiniz və ideya olaraq yazmışam ki, да, я часто пользуюсь электронной библиотекой. В ней можно очень быстро найти любую книгу. Такой формат поиска информации кажется мне самым удобным. Bax, bu şəkildə yaza bilərsiniz. Дальше. 29-da. Выпишите из 2 абзаца текста слово, которое означает размер печатного издания, tетради, lista. Çap nəşrinin ya da dəftərin, vərəqin bir ölçüsü necə adlanır? Gəlin baxaq, ikinci deyir, abzatsda var. Format. Format sözü. Так, это у нас будет формат. И последнее. Напишите из 3 абзаца текста синоним слова занимательный. Занимательный, yani eğlenceli de, yani başka, eğlenceli, maraqlı diye
Üçüncü dedi abzatsdan, düzdürmü? Так, и интересные. Интересные, maraqlı. Занимательные, интересные deyə bu şəkildə yaza bilərik. Və uşaqlar, videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Sağ olun, görüşərik.